Əziz və hörmətli tədbir iştirakçıları, bugün üçün həqiqətən xoşdur belə tədbirdə iştirak etmək. Həm şairlərimiz buradadır, həm məktəbimizin kollektivi buradadır. Hansı ki, mən özüm də bu məktəbə təhsil alıb, bu məktəbin təhsil ocağından çıxmışam. Sağ olsun direktorumuz dəvət edib çağırıbdır. Düzdür, mən şairlər kimi, söz adamları kimi nitq qabiliyyətim yoxdur. Nitqdən danışa bilmərəm. Amma müəllim çox gözəl vurğuladı. Biz hamımız, tək olaraq özümdənəm, şəhidlərimizin hər biri özü üçün, vətən üçün bir şeirə çevrilir. Hər biri öz dastanını, öz əsərini qeyd etdi, yəni bu dünyadan köçüb getdilər. Yerdə qalan insanlara düşən borc bugün gündəlik Qumru xanım da öz sevincini, kədərini qələm vasitəsilə kitabda dərc etdirir. Bizlər üçün, şəhidlər üçün şeirlər yazır. Mən açığı deyim, qohum əqrabadan çoxsunu tanımazdım. Bakıda olanda mənə deyildi ki, bəs sizin adınız, şəklimi istədilər ki, kitab yazılacaq sizə, bilmirdim nə olduğunu. Hansı ki, Telli Sənəm jurnalında qeyd olunur. Ondan sonra məlumatım oldu ki, bəs Qumru xanım kitab yazıbdı və bizi də yad edibdi, unutmayıbdı. Hansı ki, doğulub, böyüyüb, boşa çatdığı kəndi unutmayıbdı. Onların qaziləri haqqında da şeir dərc edib. Həm Zəfərə addım kitabında şeirin dərc olunubdu bizim haqqımızda, həm də Telli Sənəm jurnalında. Bunun üçün ona səmimi qəlbdən təşəkkürümü bildirirəm. İnşallah gələcək həyatında daha da uğurlar, hamı vurğuladığı kimi, yerli kitab yox, daim olar bu kitabların. Nə qədər yəni artıq yazılsa da, nə qədər çox yazılsa da bizim sevincimizdir, bizim kəndin sevincidir, bizim qürurumuzdur. İnşallah gələcək həyatında daha da uğurlar arzulayırım. Sağ olun.